Herkese salam aleyküm dostlar, necəsiz? Gördüğünüz kimi inkubatorumuzu hazırlamışıq. Hər cür inkubatorların sifarişi qəbul olunur dostlar. Yəni 120 yumurtalıq, 200 yumurtalıq və ondan aşağı və yuxarı ölçülərdə də hazırlaya bilirik. Hər cürləri keyfiyyətli materiallardan istifadə edirik. Baxın, belə bir inkubatorumuzu hazırlamışıq. Termostat yerinə bundan qoymuşuq. Yani yaxşısından da hem de bunun kuruluşu da çok asaddır. Birazdan bunu göstereceğim. Burada bir tane nem ölçənimiz mevcuttur. Daha sonra bu formada bu hal-hazırda 120 yumurtalıqdır. Biz buna 84 yumurta koymuşuq. Yani koyacağıq. Daha sonra gəlin qapağını da açaq. İçərisini görsədək. Aha, qapağını da açdıq. Hal-hazırda bunun içi bu formadadır. Bakın gördüğünüz gibi. Burada bir tane böyle bir fanımız mevcuttur. Aşağıda 2 adet 40'lık lampoçka. Bu ise termostatın datikidir. Bu balaca termostatındır. Alttaki ise nəmişliyi üçündür. Aha, ve bu şekilde latoklarımızı koymuşuq. Qıraqdan bərkitmişik və çöldən isə çevirdikdə qapağını açmadan, yani yumurtalarımızı rahat bir şekilde çevirə bilərik. Daha sonra dostlar, yani bu beləncəsi belə 100 manata, 120 manata gəlib başa da çıxır. Yani bundan qiyməti aşağı olanlar da var, yuxarı olanlar da var. Bu beləncənə hal-hazırda 150 manatdır. Yani bunun 120 manatlığını da hazırlaya bilirik. 150 manatlıq, 170, 180, 200. Ondan aşağı qiymətlərdə olanları 60, 50, 70 və başqa cürlərini də hazırlaya bilirik. Yəni çox belə desək də inkubator hazırlamaq asan olur. Yəni elə də asan deyil. Yəni bunun termostatını quraşdırmaq var, bunun lampoçkasını quraşdırmaq var, fan üçün. Sonra bunun inkubatorunu hazırlamaq üçün yəni ləvazimatlar da lazımdır. Məsələn, biz bunu hal-hazırda bu formada 150 manat eləyir. Baxın, bu formada 150 manatdır. Yəni 100% də garanti verir ki, yəni cücə çıxır. Ya indi bunların başqa videoda bunun necə qurulması lazımdır. Bu belə baxsaq ən asandır ortalarında. O birisindən də var bizdə inkubator. Hal-hazırda əlimizdə 3 ədəddir. 3-cü hal-hazırda hazırlanır. Onun da aparatını göstərəcəyik. Daha sonra yəni biz bunu hal-hazırda beləncə düzəltmişik. Yəni hal-hazırda istiliyini də yığın. İndi qapağını açmışam deyə istiliyi düşür. İndi bundan hal-hazırda biz hazırlayırıq. Yəni necə deyək, belə hazırlayıb satırıq. Yəni sifariş də etmək istəsəz nömrəni aşağıya qoyacağam. Oradan yəni hər ölçüdə, hər yumurtalıq inkubatorlar hazırlayırıq yəni. Çatdırılmamız da mövcuddur. Yəni istəsəz əlaqə nömrəsini paylaşacağam. Yəni oradan yaza bilərsiniz. Yəni hal-hazırda bu beləncənədir. Gələn videolarda isə termostatın necə quraşdırılmağın, rütubət necə olmalıdır, cücə çıxana qədər tam cücə 21 günə çıxır. 21 gün haqqında yəni sizlərə göstərəcəyik. Yəni dostlar, yəni sifariş etmək istəsəz kanalımızdan aşağıya nömrəni qoyuruq, yazarsınız. Sağ olun dostlar, salamat.